Əla. Şimali Amerikaya keçək. Şimali Amerika ekvatorial iqlim qurşağından başqa digər bütün iqlim qurşaqları yaranır. İlk başta subekvatorialdan başlayırıq. Burada Guatemala ərazisi, Panama ərazisi. Panama ərazisi və s. Sonrasında burada tropik iqlim qurşağı yaranır. Burada Kaliforniya yarımadası ərazisində bunun kontinental və Səncə necə orada kontinental tip yaranır? çünki isti cəryanlar var. Yox, kontinental. Səhranın yaranmasına Soyuq cəryanlar. soyuq cəryan. Aysa, soyuq cəryan. Soyuq Şərqində isə şərqində isə rütubətli tip yaranır. Bu da isti cəryanların təsiri. Aysa, Mərkəzi Amerika adaları, Florida yarımadası və s. Aha. Sonra Sonrasında subtropik iqlim formalaşır. Böyük hövzə, Colorado platosu, Atlantik yanı obalıq, Meksika yanı obalıq və s. kimi ərazilərdə. Biraz da şimala getdiyimizdə mülayim iqlim formalaşır. Sonra biraz da şimala getdiyimizdə Hudson körfəzi ərazisində burada subaktı. qırılmalar başladığı üçün burada sahildəki qırılmalar bu ərazilərdə subaktı və biraz da şimala getdiyimizdə adalarda burada da arktik iqlim formalaşır. Aha, demək Şimali Amerikada ekvatorialdan başqa hamısı oldu. Bəli. Aha, indi Cənubi Amerikaya baxaq. Cənubi Amerikada da həm şimala, həm cənuba baxacaq. Çünki ekvator xətti kəsir. Birinci olaraq ekvator xətti kəsir üçün ekvatorial iqlim qurşağı yaranır. Aha. Amazon obalığı və s. kimi ərazidə göstərmək olar. Subekvatorial iqlimlər Qviyana yaylası, cənubda Braziliya yaylası və s. kimi göstərmək olar. Aha, biraz da cənuba gedək indi. Biraz da cənuba getdiyimizdə tropik iqlim formalaşır. Burada Hansı səhra var idi? Alt sahili. Bəs okeanın kənarında niyə Atakama səhrası yaranır? Çünki soyuq cəryanlar bura təsir edir. Sonra Hansı cəryandır? Peru. Peru cəryanı. Peru Aha. cəryanı təsir edir. Şərqində isə yenə isti cəryanlar olduğu üçün Burada da bu rütubətli tip yaranır. Çünki isti cəryanlar bura rütubətli gətirir. Aha, yağış əla. gətirir. sonra Sonra subtropik iqlim biraz da aşağı getdiyimizdə Aralıq dənizi və bərabər rütubətli və kontinental tipi subtropikin yaranır. Və ən aşağıda da ən cənubunda bəli, aha. mülayim dəniz iqlimi formalaşır. Bəli, mülayim dəniz və mülayimin yəni əsasən cənub hissələrində bəli, mülayim iqlim özünü göstərəcəkdir. Aha, sonra Avstraliyaya keçək. Avstraliya subekvatorialdan başlayır. Şimal əraziləri, yəni ekvatora yaxın, Yeni Qvineyaya yaxın olan ərazilər subekvatorialdan başlayır. Ondan sonra biraz da aşağı Cape York və Arnhem Land yarımadalar. Bəli. Və biraz da cənuba getdiyimizdə böyük əksəriyyəti tropik iqlim qurşağında yerləşir. Tropik iqlim qurşağının əksər hissəsi kontinentalda, sadəcə böyük sayısı dağlar ərazisində bu rütubətli Şərq hissəsində bəli isti cəryanların təsiri ilə təsirlə bu rütubətli tip yaranır. Ən cənubunda isə həm rütubətli, həm kontinental, həm Aralıq dənizi iqlim tipi formalaşır. Aralıq dənizi qərbində göstərilir. Qərbdə Aralıq dənizi, mərkəzdə Nalarbor düzənliyində nə olacaq? Kontinental, şərqində isə Bərabər rütubətli. bəli, yayılmışdır. Aha. Bir hissəsində də mülayim Adalarında isə mülayim iqlim tipinə rast gələ bilərik. Antarktida